Mən bu yaxınlarda demək bir video paylaşmışdım. Özünü alim sayan, tədqiqatçı alim sayan bir şəxs altından yazmış ki, danışdığın cəfəngiyatdır, məsələyə dəxli yoxdur. Mən o qədər narahat oldum. İnsanam da, robot deyiləm ki, bir adam məni tərifləyəndə, tərifləmək o yaltaqlıq tərifini demirəm, ümumi dəyərləndirəndə sevinirəm, motivasiya alıram, mən də müəlliməm. Biri belə yazanda tənqid yox ha, bu cür. Danışdığın cəfəngiyatdır, boş-boş danışırsan. Bax, mən indi bunu da demək istəyirəm. Bu nədir ümumiyyətlə? Bunun adı təhqirdir. Baxın, vandalizm adlı bir termin var. Son 50 ildə sosiologiyada çox dəbə düşüb. Bu nə deməkdir? Vandalizm budur. Başqasına aid nəyəsə şuurlu şəkildə mən ziyan vururam. Bir şəxs başqasına aid nəyəsə şuurlu şəkildə ziyan vurur. O başqası dövlətdə ola bilər, ümumi mülkiyyətdə ola bilər, fərddə ola bilər və s. Bu kiçik ziyandan ta böyük ziyana qədərdir. Böyük ziyanın adı artıq hüquqi məsuliyyətdir, cinayət tərkibidir. Amma bu aşağı səviyyədə də olmaz axı və bunun da səbəbləri var. Niyə görə bu adam o şərhi yazır? Boş-boş danışırsan, heç güzgüdə özünə baxmırsan, nəyə oxşuyursan və s. və ilə axır. Bunun səbəbi yoxdur axı, bu tənqid deyil, bu da təhqirdir. Hərçənd ki, hüquqi məsuliyyət daşımır. Bunun adı vandalizm. İndi sual, bunu yaradan səbəb nədir? Niyə görə insanlar bu cür yanaşırlar? 100 nəfər şərh yazır, 100 nəfərin 99-u sağ ol deyir, biri bu formada reaksiya verir. Birinci səbəb budur. Psixoloqlar deyir ki, bəzi addımlar məntiqsizdir. Məntiq axtarmır orada. Bəli, onu edən adam şuurlu şəkildə edir. Bəs indi onu məhkəmə necə müəyyənləşdirəcək ki, bu mən adam dedim, axı, burada söhbət mən danışdığım yoxsa sırf məhkəmə məsələsindən getmir. Məhkəməyə aid olmayan, yəni hüquqi məsuliyyət daşımır. Mən gedib onu şikayət eləyə bilməyəcəm ki, mənə deyir ki, cəfəngiyat danışırsan da. Məhkəmə deyir ki, deyir də, burada bir ləyaqəti alçatmaq söhbəti yoxdur. Mən elə bunlardan danışıram. Məntiqsiz, misal çəkirlər. Qarşımızda, nə bilim, bir kasab badam var, elə bu badam misalında çəkirlər. Oturmuşuq, nə bilim, bir kinoya baxırıq, filmə baxırıq və yaxud söhbət edilir dostlarla. O badamı yeyirik, bir kasab badamı qutarırıq. Ona görə ki, badamı çox sevirik, yox. Ona görə ki, acmışdıq, badam bizim aclığımızı... Xeyr, sadəcə ona görə ki, oturmuşduq, söhbət edirdik, bu badam da qarşımızda vardı, biz də yeyirik yavaş-yavaş. Buna deyilər mindless choosing, məntiqsiz, şuursuz seçimlər. Sadəcə deyirəm də, bir adam deyir ki, niyə boş-boş danışırsan? Mən özüm bu eksperiment eləmişəm bunu. Adama yazıram ki, şəxsi də, sən niyə görə məni təhqir edirsən, məni tanıyırsan? Deyir ki, yox, səni tanımıram. Deyirəm, bəs niyə təhqir edirsən? Deyir ki, yazdım da, sən də çox ciddiyə alma. Və salam. Baxırsan ki, məntiq yoxdur tərkibində. Ola bilsin, adam pis adam deyil. Sadəcə atdığın addım belədir. Məntiqsiz qərarlar deyirlər buna. Hər şeyin tərkibində məntiq axtar. Bu bir. İkinci səbəb paxıllıq ola bilər. Bir adam uğur qazanır. Mən də o adamın uğurunu qəbul edə bilmirəm. Təəssüflər olsun ki, bəzi insanlar hər bir uğurunu paylaşırlar. Hətta kiçik, misal üçün, gedib gözəl bir restoranda oturub ailəsi ilə yemək yeyir. Bu da uğur hesab olunur əslində insan üçün. Aydındır. Gözəl bir fürsət tapmışsan, vaxt etmişsən, imkan yaranıb, onu çəkib göstərmə cəmaata. Amma bugün demək olar ki, hər kəs paylaşır. İnsanlarda qıcıq yaradırsan, xeyirdirmi? Əgər restoranı reklam eləmək istəyirsənsə, pullu reklam yox, ümumiyyətlə, xoşun gəldi, istəyirsənsə, insanlar da geçsin ora. Təkcə o masanı day çəkmə. Yaz ki, filan restorana getdi, gözəl, amma o masanı göstərirsən, o rəngli yeməkləri. O insanlarda qıcıq yaradır. Bu düzgün deyil. Yenə də deyirəm, bunun hüquqi məsuliyyəti yoxdur. Mən sizə əmin edirəm ki, o cür addımlar da insanların o təhqirinə səbəb ola bilər. Mən demirəm, qıcıqlandırıcı mı? Qıcıqlandırıcı. Yəni, ehtiyac yoxdur buna. Hər şey, təzə paltar almışsan, çəkib göstərirsən cəmaata. Müqəddəs kitabımızda gözəl bir ayə var. Keçmişdə deməli, əldən verdiklərinizə təəssüflənməyin, əldə etdiklərinizə də çox sevinməyin. Möhtəşəm deyə, yəni sən, ay insan, qazandığından çox dəyərlisən, özün.
özü bu qədər yüngülləşdirib, bir dənə, nə bilim, süfrədə oturmuşsan, bir dənə paltar almışsan, onu çəkib cəmaata göstərmə. Hətta bahalı bir şey almışsan, maşın almışsan, hətta göstərmə. Nə ehtiyac var axı buna? Ehtiyac yoxdur. Bu ikinci məsələ. Bu paxıllığı biz kürkülüyürük. İnsanları sanki sürüklüyürük ki, paxıllıq etsinlər. Oraya problem yaradırıq. Zəmin yaradırıq, zəmin. Üçüncü məsələ, lovğalıq. Paxıllıq deyil, lovğalıqdır. Adam yekəxanadır, lovğadır, heç kimi bəyənmir, hamıya yuxarıdan aşağı baxır və təhqirə yol verir. Belə hallarda müşahidə olur. Amma biz daha çox da klaviatura cəsarəti də deyildir adətən. Bəli, aktiv sosial şəbəkə istifadəsiyəm çoxdandır. Bunların hamısını müşahidə eləmişəm bu növlərin, düzdür. Bunların sayı azdır, mində birdir. Amma iş burasındadır ki, biz prinsipə zidd olanlara yönəlirik də. Bir adam bir il boyunca dostun, tanışın, ailə üzvün sağlamdır, xəstələnməyib. Heç nə olmur. Heç soruşmursan ki, nə üçün xəstələnmirsən? İldə bir dəfə xəstələnsə, soyuq dəyməsi olsa, harasasa ağrısa, o diqqətimizi çəkir. Niyə xəstələndin? Çünki prinsipə ziddir axı. Sağlamlıq prinsipə uyğundur. Xəstələnmək prinsipə ziddir. İndi sosial şəbəkə istifadəçilərinin Azərbaycanda təxminən 3-4 milyondur. Bunların 1% yox, 0,1% da, 0,1% da təhqirə yol versə, yenə də çox böyükdür, böyük rəqəmdir. Deyir, pis adamın bir dənəsi də çoxdur, yaxşı adamın 1 milyon dənəsi də azdır.